Aha, puxtanla oxşar dilimizdə hansı sözü bilirsən? Ona oxşar səslənmə baxımından. Puxtələşmək, Ay sağ ol. Nə deməkdir puxtələşmək? yəni səriştə qazanmaq, hazır olmaq, Ay kamilliyə sağ ol. çatmaq, Bəli. Və buna uyğun dilimizdə hansı ifadə bilirsən başqa? işdə pişmək, Ay sağ ol. Yəni ki, tez-tez eşitmisən də filan kəs bu işdə konkret bişibi. Orada bax gördüyümüz kimi bişmə sözü məcazlaşıb bu puxtənlə əlaqəlidir bişirməklə. Necə ki, yemək bişəndə tam hazır olur da, belə deyə artıq yeyiləsi hala gəlir. Və insan da bir işin içində bişəndə artıq tam kamil hala gəlir. Amma bax bu aşpazdakı paz elə puxtənlə əlaqədardır. Diqqətli olaq, bu bazla yazılmır, pazla yazılır. Çünki baz şəkilçisi də var, o başqadır. Məsələn, quşbaz. Buradakı baz da parça baxdən sevmək mənasına gəlir. Yəni quşbaz belə deyək, quş həvəsində olan, onu sevən, o işi. Eləcə də digər sözlər. Sözbaz, yəni söz eləməyi sevən, kələkbaz, kələk gəlməyi sevən və s. Diqqətli olaq, baz yox, pazdır. Bir daha qeyd edək, kamilləşmə, formalaşma, bişmə.